Əmrah, indi isə bu gün o yoxsa bu seriyası üzrə yazıçıları soruşacağıq səndən. Mənim həqiqətən ən çox çətinlik çəkdiyim yazıçıları müqayisə eləməkdir. Kitabları asanlıqla müqayisə edə bilirəm, amma yazıçılarda biraz çətinlik. Görək necə olacaq. Oscar Wilde yoxsa Ernest Hemingway? Hemingway, Ernest Hemingway yoxsa Jack London? Jack London. Jack London yoxsa George Orwell? Əlbəttə ki, George Orwell. George Orwell yoxsa Erich Maria Remarque? Həqiqətən çətin məsələdir. Düzdür, Remark daha çox müharibə əsərləri yazıb və həqiqətən də ondan yaxşı müharibə janrına toxunan bir yazıçı yoxdur, amma mən Orwell-i tuturam. George Orwell yoxsa Haruki Murakami? Biraz müasirlərdən deyil. Murakami gözəl yazıçıdır. Xüsusilə onun Kafka sahildə əsərini çox bəyənirəm. Amma mən George Orwell-i daha çox sevirəm. George Orwell yoxsa Stefan Zweig? Stefan Zweig, onun 2 əsərini oxumuşam cəmsi. Düzdür, bəyənmişəm, amma Orwell daha üstündür. Biraz solları çətinləşdirək. George Orwell yoxsa Lev Tolstoy? Bunların ikisini tərəzinin gözlərinə qoysaq mənə görə eyni olar. Bilmirəm hansını seçim. Lev Tolstoy. Lev Tolstoy biraz ağır gəldi. Lev Tolstoy yoxsa Fyodor Dostoyevski? Bunlar da hər zaman müqayisə olunmaq məcburiyyətində qalırlar. Dostoyevski, Dostoyevski yoxsa Victor Hugo? Victor Hugo. Qalibimiz Victor Hugo.